Tələbəm Lalə xanımla bugün şəhər daxil sürmə dərsimizdəyik. Lalə xanım, hal-hazırda körpünün üzərindəyik. Diqqət elə, körpüdə 2 zolaq var. Əgər körpüdə 2 zolaq varsa dayanmaq və durmaq qadağandır. Amma eyni istiqamətdə 3 zolaq olsaydı, bu zaman yaşayış məntəqəsi ərazisində dayanmağa və durmağa icazə verilir. Məntəqədən kənarda dayanmağa icazə verilir, amma durmağa icazə verilmir. Bugün səninlə böyük bir məsafə qət edəcəyik. Elmlər Akademiyası metro stansiyasının çıxışından başladıq. Düz Xalqlar Dostu metro stansiyasına kimi sürəcəyik inşallah Allahın izni ilə. Bu böyük məsafədə sənin sürmə vərdişlərini, sürmə təcrübəni artırmağa çalışacağıq. Biraz artır sürətini, artır biraz sürətini. Sağın yanına keç sağa. Biraz artıraraq keç. Afərin. Bax görsən burada 3 zolaq var. Bayaq 2 zolaq idi. Yenə körpü üzərindəyik. Bax burada dayana bilərsən, dura da bilərsən. Çünki yaşayış məntəqəsi ərazisində yaxınlıqda evlər, binalar var. Amma məntəqədən kənarda dayanmaq olar, durmaq olmaz. Qarşıda isə bizi tunel gözləyir. Tunelə daxil olarkən yaxın işlər yandırılmalıdır və tuneldə dayanmaq və durmaq qadağandır. Neçə zolaq olur olsun, fərq etməz. Tuneldə ötmək qadağandır. Nə etmək istəyir? Tuneldə ötmək qadağandır. Tuneldə geriyə hərəkət qadağandır. Bir artır kes, tez artır kes bunu. Tuneldə geriyə hərəkət dedikmi? Geriyə hərəkət və geri dönmək qadağandır. Bax burada sol dönmə işığımızı yandıraq. Gecə sürüşlərinə deyəcəm mən sizə. Soldan gördün mü o işığı hardan yandırdım? Bax mütləq tunelə girərkən işığı yandırmalısan. Sürətlə girmə tunelə. Tunel ardı bilinməyən yoldur. Bilmirik qarşısında gözləyir bizi. Elə sürətlə daxil olur ki, lazım onu tormuz verməyə bacaraq. Adamlar var tunelə sürətlə girir. Qarşı görsən mi axı? Qəfil qarşıda tıxac olur, zəncirvarı qəzalara səbəb olur. Davam elə. Bax görsən 2 zolaq buradan gəldi. Biz Qəlbə dairəsindən gəldik. 2 zolaq 20 yanvar ərazisindən gəldi, düşdü bu tunelə. 4 zolaq oldu. Yerdəki qoşa xətt əsaslı çəkilib. Burada düzgün çəkilməyib qoşa xətt. Çünki 1.3 üfüqli nişanlanma xətti əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçündür. Burada bu çəkilməməlidir. Və indi biraz gedəcəksən qarşıya get. Öldürmə sürətini. Yavaş-yavaş gəl. Biraz qarşıda artıq 4 zolaq olacaq, 2 zolaq. Butulka effekti yaradıblar. Və bax bu orta zolaqdakı maşınlar özünə mövqe tuta bilməyəcəklər. Başlayacaqlar sıxmağa bir-birini. Biz də sıxacaqlar. Ona görə maksimum diqqətli olmalıyıq. Gəl, davam elə. Bax, diqqətlə 4 zolaq 2 zolağa çevrilir artıq. Bax, bu Nissan artıq yer axtarır özündən ki, kesə bilsin. Bax, gördün? Solumuzdakı maşın bizi sıxır. Biraz qaz ver, tez keçək. Aha, yaxşıdır. O bizi sıxmasın deyə bir bazı sürətimizi artırdıq. İndi qarşıya diqqətlə çox artırma. Hadi, işığı söndür. Bayaq hardan yandırmışdım? Oradan iki tərəf yox, elə yox. Belə qaytarmalısın geri. Mən qaytardım, eyb yox, sür. İndi inşallah gecə sürüş dərsini onu izahlayacağım sənə. İşıqlar dərsinin, gecə sürüş dərsini izahlayacağım həmişə. Yəni işıqlar formasını deyək də, işıqlar hardan idarə olunur, necə yanır, necə söndürülür. Onları gecə sürüşlərində izahlayacağım inşallah. İndi bax bu yol Ziya Bünyadov prospekti. Biraz qaz ver, biraz qaz ver. Biraz sürətini artır. Ziya Bünyadov prospektidir. Dərnəqli yol deyirlər ha. Bax o yola gedəcəyik səninlə bugün. Bu yolda həqiqətən bir məktəbdir. O qədər qayda pozan sürücü görəcəksiniz ki, düz yoldur. Amma məsafə saxlamağı öyrənəcəksən, səbirli olmağı öyrənəcəksən, sağdan soldan sənin sıxanlardan özünü qorumağı öyrənəcəksən inşallah bugün. Oldu? Uğurlar olsun. Özünü necə istəyirsən? Bax sağa bax, maşın məcbur dayanır. 59 istiqamətində əhsən. Davam elə. Çəkiliş dayandırıram, amma dərsimiz davam edir Lalə xanım.